Uşaqlar, söz verdiyim kimi sizə bu 120 zaman testinin izahlı videosunu çəkib göndərirəm. Keçən dəfə dərsdə olmayanlar, yazmayanlar özləri yoxlaya bilərlər. Keçən dəfə yoxlayanda gördük ki, burada əsasən qrammatik quruluş üzərində çıxış eləyəcəyik cavabları, variantları. Yəni, açar sözlərə görə, uzlaşmaya görə çox az test vermişlər. Bəlkə də birinci belədir, digərləri uzlaşmaya görə idi. Onu da bilmirəm. İşlədikcə baxacağıq. Baxın, the restaurants. Mübtədam cəmdədir. Cəmdə olduğu üçün A olmaz. Bu üçüncü şəxsin təkidir. D də təkdir. Are served deyə bir şey yoxdur. Burada serving olmalıydı ya da serve olmalıydı. Have served deyə bir şey yoxdur. Burada P2 olmalıydı. Cavabımız C olacaq. 2-yə baxırıq. Günel yesterday var. Düzdürmü? Phones olmaz. Günel dünən mənə zəng etdi, nə isə soruşmaq istəyirdi. Yəni, eyni vaxtda baş verən hərəkətlərdir, ardıcıl hərəkətlərdir və yaxud da. Ona görə ikisi də eyni zamanda olmalıdır. Ümumiyyətlə, want she ilə işlənməzdir. Səhvdir. 3-ə baxırıq. Okay. Biz çox yemişik, biz xəstə olacağıq. Baxın, will-in B-si yoxdur. Bu silindi. Are be deyə bir şey yoxdur. Will been deyə bir şey yoxdur. Will be olardı. Are going deyə bir şey yoxdur. Are going to be olmalıydı. Yəni düzgün variantımız D'dir. My father okay, tomorrow var burada. My father is olur, was olur. Will been deyə bir şey yoxdur. Gəlin qrammatik olaraq bunu silək. 50 years-dən, yəni will əsas feillərlə işlənir. Ancaq ki, burada feil yox, digər nitq hissələri varsa, xəbərin ad hissəsində artıq biz will be işlətməliydik. Bu ona görə səhvdir. Ümumiyyətlə, tomorrow olduğu üçün də, yəni sabah dediyi üçün nə mən indiki, nə də keçmiş zaman işlədə bilmərəm. Mənim cavabım olacaq C. 5-ə baxırıq. Before var, zaman bağlayıcısı. Mən bilirəm ki, bu zaman bağlayıcısının bir tərəfi gələcək olur, bağlayıcıdan sonraki tərəfi isə indiki sadədə olur. Düzdürmü? Buna əsasən cavabım olacaq B. Amma baxın, book əsas feildir. Burada B olmaz, shall book olmalıydı. Digərlərində də ümumiyyətlə zaman uzlaşmır. Before'dan sonra gələcək olmaz. Ümumiyyətlə, bu da gone ola bilməzdir. Shall go olmalıydı. Gələcəklə də keçmiş uzlaşmır. Yenə as soon as var. Yuxarıda dediyim kimi bunlar ya gələcək indiki olur zaman bağlayıcıları ya da keçmişdən keçmişi bağlayır. Eyni vaxtda paralel baş verən yaxud da bir-birinin ardıca baş verən hərəkətləri bildirir. Ona görə baxıram ki, məsələn, gələcək var bu tərəfdə, amma digər tərəfim indiki deyil, keçmişdir. Gələcəklə keçmiş uzlaşmaz. Başqa birinci tərəfdə gələcək yoxdur deyə mən keçmiş axtaracağam. O da C bəndi olacaq. And var. I will sleep in your and olanda adətən hər iki tərəfi eyni zamanda, eyni formada olur. Ona görə D olacaq. Mən adətən sizə deyirdim ki, uşaqlar, will görəndə bu variantın üstünə xətt çəkin. Amma bu tabeli mürəkkəb cümləyə aiddir. Yəni, həm baş, həm budaq deyirəm ki, gələcəkdə ola bilməz. Amma bu tabelsiz mürəkkəb cümlədir. Ona görə də burada hər iki tərəf will-də işlənə bilər. Mən sənin otağında yatacam və balaca Jane-i sirkə aparacam. 8. Unfortunately var. Deməli, unfortunately varsa, mən haradasa bədbəxtlikdən, heyf ki, belə mənası budur. Deməli, mənim cümləm mənfi məna verəcək. Ümumiyyətlə, we ilə is işlənməz. Shall not sing deyə bir şey yoxdur. Yəni, burada shall-dən sonra P2 işlənməz. Burada da eyni şey. C ilə Y var. İndi baxaq, ikisi də qrammatik olaraq düzdür. Amma hansını seçəcəyimi mənə zaman zərfim göstərəcək, zaman göstərəcək. Next spring gələn bahar deməkdir, gələn yaz deməkdir. Ona görə də mən gələcək zaman işlədəcəm.
Baxın, not var. Cümlədə inkarlıq var. Bu unfortunately-yə görədir. Usually var. Adətən. Bu mənim üçün göstərir ki, cümlə indiki sadə zamanda olacaq. Adət halını almış hərəkətlərlə mən indiki sadə zaman işlədirəm. Düzdürmü? İndiki sadə zaman will have been lived. Bu məhculdur vəbşə. İndiki sadə zamanın adı və B-dir. İndi mən baxıram mübtədama. Mənim atam və mən. Yəni kim? Biz. We. Mənim mübtədam cəmdə olduğu üçün mən A-nı işlədə bilmərəm. O üçüncü şəxsin təkində işlənir. Cavabım B olacaq. Aynur. Aha. Burada mənim üçün heç bir zaman göstəricisi yoxdur deyə mən indikini götürəcəm. Yəni keçmişə, gələcəyə dair heç bir şey yoxdur. Ona görə indiki saydan götürəcəm ki, Aynur fransızca yaxşı danışır. Ümumiyyətlə, Aynurla have bunlar qrammatik olaraq da səhvdir. Göstərici olmadığına görə də A-nı seçəcəm. Irene's husband. Kim? Who? He. Üçüncü şəxsin təkidir. By olmaz. By deyə bir şey yoxdur. By qaydasız feildir uşaqlar. O boatla düzəlir. Has by olmaz. Has boat olmalıydı. Buying-də tək olmaz. Burada to be olmalıydı. Mənim bir dənə qalır variantım D. Mr. Wilson. Üçüncü şəxsin təki var. Burada da next year var. Gələcək var. Gələcəklə də mən A götürərəm. Okay, gəldik, çatdıq 13-ə. Rise Britain. Nə demək istəyir ki? Düyü ya Britaniyada yetişir, ya da yetişmir. Düzdürmü? Rise üçüncü şəxsin təkidir, sayılmayan isimdir. Mən onunla have, don't işlətmərəm. Growing-da natamamdır. Bu gerunddur və yaxud da P1-dir, amma qarşısında to be-si falan yoxdur deyə bu da səhvdir. Mənim üçün A olur. Deməli, düyü Britaniyada yetişmir. Harada yetişdiririk? Yetişir Hindistanda, Çində falan, Asiyada. Bunu mən biraz böyütmək istəyirəm ki, bu yerləşsin. Okay. Gəldim 14-ə. Before var. Before'dan sonra, zaman bağlayıcısından sonra gələcək işlənməz. Sleeping yenə natamamdır. Onun qarşısında to be-si yoxdur. Bu ikisi də hər ikisi ola bilər qrammatik cəhətdən. Uzlaşmaya baxıram. Birinci tərəf indiki olduğu üçün mən indiki işlədəcəm. Deyirəm, yatmazdan əvvəl dişlərini fırçala. Bir tərəfi indiki, bir tərəfi keçmiş olmaz. Burada 15-ci testi. Bir damcı da belə eləyim, 15 düşsün. Okay. Next Monday var. Gələcəkdən söhbət gedir. Ona görə D olacaq. Are verə bilməzsən he ilə, were verə bilməzsən. Will, been deyə bir şey yoxdur. Will be olmalıydı. Being yenə natamamdır. Burada to be-si yoxdur. 16. Okay. We ilə is işlənməz, düzdürmü? Hungry sifətdir. Ona görə burada will be olmalıydı. Will təkcə feilin qabağında olur. Bu da çıxdım. İkinci tərəfimdə we'dir, düzdürmü? O ilə də isn't olmaz. Qalıram iki variant arasında B və Y. Biri təsdiq-təsdiqdir, biri təsdiq-inkardır. Mənim də burada but bağlayıcım var. But nə bildirir? Ziddiyyət. Yəni bir tərəfim təsdiqdədirsə, digər tərəfim inkardadır. Və yaxud da məna cəhətdən cümlənin iki tərəfi bir-birinə zidd olmalıdır. Biz səyahətdən sonra ac idik, amma yorğun deyildik. Amma yorğun idik deyə bilmərəm. Bir-birinə zidd olmalıdır. 17. They saw var. Səbəb var. Daha doğrusu nəticə var. Deməli, ikisi də eyni zamanda olacaq. She ilə don't go olmaz. Going tam deyil. Həm də they ilə invites olmaz. Aha, burada yəqin doesn't demək istəyibdi. Prosta S düşübdü. Bu hələ ki. Amma ümumiyyətlə səbəb nəticədirsə hər ikisi eyni zamanda olacaq. Onlar onu partiya dəvət etmədilər. Ona görə də o da getmədi.
C olacaq. Gələcəklə, yəni bunların dəvəti daha öncədir ki, bunun getməsi də sonradır. Öncə olan hərəkəti mən gələcəkdə, sonra olan hərəkəti necə keçmişdə verə bilərəm. Məntiqi cəhətdən bunlar uzlaşmır. Ona görə C olacaq. 18. Able var. Düzdürmü? Bu will be able olmalıydı. C səhvdir. Geri qalan ola bilər. İkinci tərəfi Z idi. Z ilə is olmaz, is olmaz. Qalıram A və Y variantında. Burada da səbəb göstərən var. Necə ki, nəticə göstərən bir-biri ilə uzlaşır. Eləcə də səbəb budaq cümləsi də bir-biri ilə uzlaşmalıdır. Eyni zamanda olmalıdır. Onlar gələ bilməyəcəklər, çünki məşğuldular. Gələ bilmədilər, çünki məşğul idilər. Daha doğrusu tərcümə belədir. 19. Every morning, yəni hər səhər. Nə deyir? Hərəkət təkrarlanır, hər səhər təkrarlanır. Təkrarlanan hərəkətlərlə biz indiki sadə zaman işlədirdik. Gələcəyi sildim, keçmişi sildim, opening tamamdır. 2 gələcək sadəm var. Artıq mənim mübtədama baxıram ki, 3-cü şəxsin təkindədir. Ona görə opens olur. Open cəmdə və digər şəxslərdə olur. Every week var. Hər həftə yenə təkrarlanan hərəkəti göstərir. Mən nə axtaracağam? İndiki sadə. Bunu silirəm, bunu silirəm. Bu keçmişdir, bu gələcəkdir, sildim. 2 dənə indiki sadəm var. Artıq mübtədama baxacağam. Our friends, who, they. 3-cü şəxsin cəmidir. Cəm olduğu üçün C seçəcəm. 21-ə baxaq. Bu yarğı tam düşmür. Bircə dəqiqə kiçildim biraz. Yenə də düşmədi. Biraz da kiçildim. Allah Allah. Burada bir hissəsi düşmür. Grass in yazılıbdır. In the park yəni. Gəlin bu tərəfə yazım. In the park. Okay. It was var. Düzdürmü? And var. And bağlayıcısının hər iki tərəfi eyni zamanda olur. Ona görə mən keçmiş axtaracağım. Bu indikidir, bu indikidir, bu indikidir, bu da bitmişdir. Mənə C olacaq. Günəşli bir günortaydı və hər kəs otun üstündə oturmuşdu. 22. Entered var, where var. Biz when-lə while-dan bilirik ki, bunlar paralel olan hərəkəti bildirir, düzdürmü? Eləcə də where də buna aiddir, burada, yəni bu cümlədə buna aiddir. Deyir ki, o otağa daxil oldu, hardakı Jake axşam yeməyini gözləyirdi. Bu daxil olarkən otaqda eyni vaxtda Jake axşam yeməyini gözləyir. Deməli, paralel olan hərəkətləri bildirir, düzdürmü? Biz nə bilirik? Paralel olan hərəkətlər eyni zamanda olar. Mənə keçmiş zaman lazımdır. Is indikidir, are indikidir, waits indikidir. 2 dənə keçmiş zamanım var. Was, were. Artıq bunu da mübtədaya əsasən seçəcəm. Jake 3-cü şəxsin təki olduğu üçün mən was seçəcəm. Were cəmlərlə işlənir. 23. Biraz bir tərəf edeyim, rəqəmi görün. Mən eşitdim ki, sən yeni ev axtarırsan. Düzdürmü? Belə olacaq. Gəlin birinci variantlardan çıxdaş eləyək. I ilə hears olmaz. You ilə də was olmaz. Am olmaz. Is olmaz. Elə bir dənə qalacaq A. Mən eşitdim ki, sən ev axtarırsan. He can't come. At the moment. Birinci tərəfdə də indiki zaman veribdir. İkinci tərəfdə at the moment zaman göstəricisini verib. Mən bilirəm ki, bu zaman göstəricisi hal-hazırda indiki davam edici zamanla işlənir. D variantı. Burada var last Sunday. Last Sunday nədir? Keçən həftə. Yəni mənə nə lazımdır? Keçmiş zaman. İndikidir, indikidir, indikidir. 2 dənə keçmiş zamanım var. Artıq mübtədaya baxıram ki, 3-cü şəxsin təkidir. Ona görə mən was götürəcəm. The police. Polis cəmdədir, düzdürmü? Cəmlik bildirən isimdir. Arrives olmaz. Aynı anda has olmaz, was olmaz. 3 dənə variantımı belə çıxdım. Having də tam deyil. Burada to be olmalıdır.
Bunu da çıxdım mı? Qalacaq B. Ancaq ki B... Oy, mən niyə was-u sildim? Deyəcəkdim ki, B-də zaman üzrə uyğun gəlmir. Baxıram ki, D-ni səhvən silmişəm. A-yla niyə was-u sildim bilmirəm. A-yla was olur. Mən səhər yeməyi yeyərkən polis gəldi. While paralel hərəkətləri bildirir. Eyni zamanda baş verən hərəkətləri bildirir. While-dan sonra bilirik ki, həmişə ing olan, yəni davam edici gələn, davam edicidə olur hərəkət. Niyə? Çünki while uzun müddətli hərəkətlərlə işlənir. Uzun müddətli hərəkətlərdə biz davam edicidə veririk. 27. Baxın, let's var. İndiki zamandadır. Deməli, mən indiki zamanda acam və yaxud da acıram və deyirəm ki, gəlin gedək, yeyək. Ona görə A olacaq. Ümumiyyətlə, A ilə are olmaz. A ilə were olmaz. Keçmiş vermişəmsə, ondan sonra da indiki verə bilmərəm. Hal-hazırda olan eyni vaxtda baş verən hərəkətlər eyni zamanda olmalıdır. Ona görə vəbşi bu da ümumiyyətlə qrammatik cəhətdən səhvdir. Quruluş cəhətdən. 27 belə oldu. Keçirik 28-ə. Okay. Ən. Deyir ki, ən mənim ona əl etməyimi görmədi. O başqa tərəfə baxırdı, digər tərəfə baxırdı. Deməli, eyni vaxtda olan hərəkətlər düzdürmü? Mənim ona əl etməyimlə onun başqa tərəfə baxması eyni zamanda baş veribdi. Ona görə də mən eyni zaman axtaracağım. Baxın, bu keçmişlə gələcək, indiki ilə keçmiş olmaz. Bu da keçmişlə indiki də olmaz. Bunlar eynidir. Ancaq ki, she ilə were olmaz. Burada B olmalıdır. 29. Baxın, məndə sual cümləsində keçmiş zamanını soruşur. Deyir ki, hadisə necə baş verdi? Deməli, mənim cavabım da keçmişdə olacaq, düzdürmü? İndiki işlətmərəm. D var, Y var. Deyir ki, hadisə necə baş verdi? Mən deyirəm ki, mən sürətlə gedirdim və vaxtında dayana bilmədim. Hərəkət etmək, maşın sürmək, getmək uzun müddət hərəkət. Ani hərəkət deyil. Baxın, dayanmaq anidir. Əyləci bastım, dayandım. Ancaq ki, maşını sürmək uzun müddətlidir. Ona görə onu davam edicidə verəcəm. 30. Now var. Deyirəm, indi çıxa bilərik. İndi deyirəmsə, mən keçmiş işlədə bilmərəm. Düzdürmü? Və burada mənə eyni veribdir. Mən bilirəm ki, eyni inkar cümlələrində işlənir. Biz çıxa bilərik. İndi artıq yağış yağmır. Deyirəm ki, who is that man? O kişi kimdir? Niyə bizə baxır? Sizin diqqətinizi hal-hazırda olan bir şeyə çəkirəm. Yadınıza gəlir, listen var idi, look var idi, be quick var idi. Onlardan sonra indiki davam edici verirdim. Çünki sənin diqqətini hal-hazırda olan bir şeyə çəkirdim. Buna görə də elə burada da sənin diqqətini çəkirəm deyə mən verəcəm indiki davam edici. Ego var. Nə işlədəcəm? Keçmiş, sadə. Deyirəm, mən Səbinə və Günellə aeroportda rastlaşdım. Onlar Berlinə gedirdi, mən Madridə gedirdim. Biz uçuşumuzu gözlərkən biraz söhbət etdik. Hamısı eyni vaxtda baş verən hərəkətlər olduğu üçün hamısını eyni zamanda verəcəm. Eyni zaman olmayanları silirəm. Hamısı keçmişdə olmalıdır. Met, were, was, were. Okay. El, gün. 33-cü sualı dünən mən sizə onlayn dərsdə demişdim ki, dəqiqləşdirib yenə deyəcəm. Deməli, gəlin hələ ki, olmayanlara çıxaq. Was sing düzgün deyil, burada singing olmalıdır. Üçüncü şəxsdə sing olmaz, üçüncü şəxsdə were olmaz. Qalmışıq D və C arasında. Sings of ümumiyyətlə vərdiş kimi, yəni bir insanın hər daim fikirləşdiyi nələrsə vurğuluyuruq. Ancaq ki, is thinking, yəni bu aralar bir şeyi düşünürsənsə, qısa müddətli bir şeyi düşünürsənsə, hazırda düşünürsənsə, bunu davam edicidə veririk. Ancaq ki, sadədə versəydim, o deməkdir ki, bu həmişə sənin ağlından keçir.
İşdən çıxmaqda yəqin ki, həmişə işdən çıxmağı fikirləşməzsən də, ya çıxarsan, ya çıxmazsan, ya davam edərsən. Amma işdən çıxmaq elə bir şeydir ki, bu aralar düşünərsən, xoşun gəlməz, maaşdan razı olmasan, təzə iş axtararsan, keçərsən təzə işə. Ona görə də burada məna cəhətdən, qrammatik olaraq ikisi də düzgündür, sadəcə məna cəhətdən davam edici də vermək daha doğrudur. Okay, the water... Can you turn it off? Deyirəm ki, su qaynayır, sən onun altını söndürə bilərsənmi? Hal-hazırda qaynayır, hal-hazırda qaynadığını vurğulayıramsa, mən indiki davam edici zamanı seçirəm. Aha, mən indi getməliyəm, artıq gec olur. Bu getting late, I'm getting better, mən yaxşılaşıram, artıq hava qaralır, artıq gec olur. Bu kimi ifadələri biz davam edicidə veririk. Yesterday var deyə mən indiki zamanı işlədə bilmərəm. Düzdürmü? Və yuxarıdakı bir cümlə var idi. Mən ona əl etdim, o məni görmədi. Bu da onun kimi şeydir. Mən onu qəsəbədə gördüm, o məni görmədi, o başqa tərəfə baxırdı. Deməli, eyni vaxtda paralel olan baş verən hərəkətləri göstərir. Ona görə də üçünün də zamanı eyni olmalıdır. Bu da B bəndidir. 37. Birinci tərəfdə was vermişəmsə, ikinci tərəfi indikidə verə bilmərəm. Keçmişdə verəcəyim iki cavab var. She, üçüncü şəxsin təki were-lə işlənməz, D olar. Yes, take an umbrella. Deyirəm, götür çətirini. İndi götür deyirəmsə, deməli, bu dəqiqə yağış yağır ki, mən sənə çətir götür deyirəm. Ya yağış yağacaq, to be going to verməliyəm burada, ya da hazırda, indiki davam edici verməliyəm. Ya hazırda yağır, ya da yağacaq. To be going to olmadığı üçün də A variantını seçirəm. At the moment deyirəmsə, hal-hazırda deyirəmsə, indiki davam edici verirəm. Be quiet deyirəmsə, sənin diqqətini çəkirəmsə, deməli, hal-hazırda olan bir şeyə sənin diqqətini çəkirəm. Xahiş edirəm, sakit ol, mən işləyirəm. Keçmişdə işləyən vaxt üçün, keçmişdə olan bir şey üçün sənin diqqətini çəkmərəm. Works da ümumidir. Yəni, biz present simple bilirik ki, ümumi vərdiş, adət halına almış hərəkətləri falan bildirir. Davam edici isə hal-hazırda baş verən hərəkəti bildirir. Eləcə də el-gündə də baxın, things dedimi ki, ümumi fikir, vərdiş, adət halına almış bir şey bildirirdi. Çünki simple sadədir. Ancaq ki, biz indi davam edicini bilirik ki, işlədilməsindən bilirik ki, o hal-hazırda baş verən hərəkəti bildirir. Bu qədər. Digər videoları da ikinci, üçüncü hissədə çəkib atacağım uşaqlar.